2016-cı ilin aprelində Ermənistanın növbəti silahlı təxribatına Azərbaycan ordusunun verdiyi layiqli cavab silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha sübut elədi. Ordumuz mülki insanları qorumaq üçün əks həmləyə keçərək bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad elədi. Aprel zəfərindən sonra 2018-ci ilin may ayının 20-sindən 27-sinə qədər Azərbaycan ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun ordusunun əks həmlə əməliyyatları ilə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli olan yüksəkliklər, ümumilikdə isə 11 min hektara yaxın ərazi işğaldan azad edildi. Silahlı qüvvələrimizin bu uğurları Azərbaycan xalqına daha böyük bir qələbənin, Qarabağın azadlığa qovuşmasının yaxınlaşmasından xəbər verirdi. Günnüt zəfərindən cəmi bir neçə ay sonra ordumuzun ilk böyük qələbəsi Bakının Daşnaq Bolşevik qüvvələrindən xilas olunmasının 100 illiyi qeyd edildi. 2018-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki qardaş ölkə silahlı qüvvələrinin birgə hərbi paradının keçirilməsi 100 il əvvəlki xilaskarlıq yürüşünün məntiqi davamı, Ulu Öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlət" kəlamının sübutu idi. İki qardaş ordunun əskərləri azadlıq meydanında yenə də yan-yana addımladılar.